Muhammad Abbasli from Azerbaijan. Sumqayıt şəhərində yerləşən Sumqayıt İdrak Liseyinin 5-ci sinif şagirdi Abbaslı Məhəmməd Anaroğlu artıq kiçik yaşlarından qazandığı beynəlxalq uğurlarla diqqət mərkəzindədir. O hələ 1-ci sinifdən olimpiyadalara maraq göstərməyə başlayıb. İlk uğurunu STEM olimpiyadasında qazanıb. 98 ölkədən şagirdin qatıldığı yarışda həm riyaziyyat, həm də elm kateqoriyaları üzrə gümüş medala layiq görülməsi Məhəmməd üçün böyük motivasiya olub. Qısa müddət ərzində o riyaziyyat, məntiq və ingilis dili üzrə beynəlxalq yarışlarda uğurla çıxış edərək qızıl və gümüş medallar qazanıb. Xüsusilə Qlobal Olimpiyat Sentr tərəfindən təşkil olunan olimpiyadalarda fəal iştirakı ilə seçilir. 2024-cü ildə Vyetnamda keçirilən Fermat International Mathematics Olimpiyadada qızıl medal qazanması onun beynəlxalq arenadakı uğurlarının başlanğıcı olub. Həmin il İstanbulda təşkil olunan Turkish International Mathematical Olimpiyat və Dubayda baş tutan FISO International Mathematics Competition yarışlarında da qızıl medal əldə edib. Dekabr ayında keçirilən International Junior Mathematical Olimpiyadada isə gümüş medal qazanıb. 2025-ci ildə Antalyada keçirilən Timoda ölkə birincisi və dünya üçüncüsü adına layiq görülməsi isə onun ən böyük nailiyyətlərindən biri sayılır. Məhəmmədin uğur yolunda oxuduğu liseyin dəstəyi xüsusi rol oynayır. Məktəb rəhbərliyi və müəllimləri onun inkişafı üçün hər zaman yanında olurlar. Olimpiyadalara hazırlıq prosesində Məhəmməd mütəmadi olaraq əlavə məşğələlərə qatılır, planlı şəkildə çalışır və ən əsası özünə inanır. Çətin suallarla qarşılaşdıqda isə müxtəlif həll yollarını yoxlayaraq düzgün nəticəyə çatmağa çalışır. Dərslərdən kənar vaxtlarını da səmərəli dəyərləndirən Məhəmməd şahmat və peşəkar atıcılıqla məşğul olur. Şahmat onun məntiqi və strateji düşünmə qabiliyyətini inkişaf etdirir. 2024 yay Olimpiya oyunlarında Türkiyə idmançısı Yusuf Dikeçin çıxışı isə onda atıcılığa xüsusi maraq yaradıb. Hazırda bu idman növü ilə də ciddi şəkildə məşğuldur. Gələcəkdə süni intellekt və ya aerokosmik sahədə fəaliyyət göstərmək istəyən Məhəmmədin əsas hədəflərindən biri də QOS-un birinci yer təqaüdünü qazanmaqdır. Onun fikrincə uğurun sirri disiplin, çalışqanlıq, inam və özünə güvəndir. Kiçik yaşına baxmayaraq böyük hədəflərlə irəliləyən Məhəmməd Abbaslı artıq beynəlxalq arenada Azərbaycanın adını uğurla təmsil edən gənc istedadlardan biridir.